Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, fəlsəfə doktoru Sadiq Qurbanovun Neft və davamlı inkişaf, Azərbaycanın enerji strategiyası adlı 3 cildlik əsəri müasir Azərbaycan neft siyasətini tarixi, siyasi-iqtisadi və davamlı inkişaf prizmasından çox şaxəli şəkildə araşdıran nadir akademik nəşrlərdəndir. Əsər Azərbaycanın enerji strategiyasının formalaşmasını, həyata keçirilməsini və onun ölkənin davamlı inkişafına verdiyi töhfələri sistematik yanaşma ilə təqdim edir. Bu yalnız enerji siyasəti yox, həmçinin milli iqtisadi modellərin təhlili baxımından da əhəmiyyətli elmi işdir. Kitabda neftdən əldə olunan gəlirlərin uzun müddətli perspektivdə sosial-iqtisadi inkişafın təminatı üçün necə səmərəli idarə olunması məsələsinə dair çoxşaxəli təhlil və strateji yanaşma yer alır. 3 cildlik quruluş, müəllifə Azərbaycanın enerji strategiyasını tarixi ardıcıllıq, siyasi liderlik və institusional sənədlər kontekstində geniş və dərin təhlil etməyə imkan verir. Bu yanaşma neft siyasətinin mərhələlər üzrə inkişafını, eyni zamanda onun davamlı inkişaf, milli təhlükəsizlik və iqtisadi suverenliklə bağlı təsirini aydın şəkildə ortaya qoyur. 1-ci cild ümummilli lider Heydər Əliyevin Azərbaycanın neft strategiyasının banisi kimi fəaliyyətinə həsr olunub. Burada neft amilinin yalnız iqtisadi resurs kimi deyil, milli müstəqilliyin, siyasi sabitliyin və beynəlxalq inteqrasiyanın əsas aləti kimi qiymətləndirilməsi elmi əsaslarla izah olunur. 2-ci cild isə yeni enerji strategiyasının institusional dərinləşməsi və modelləşməsini cənab Prezident İlham Əliyevin fəaliyyəti kontekstində araşdırır. Burada neft siyasətinin yalnız hasilat və ixracla məhdudlaşmadığı, mikroiqtisadi sabitlik, sosial inkişaf, infrastrukturun yenilənməsi və qeyri-neft sektorunun dəstəklənməsi istiqamətində genişləndiyi nümayiş olunur. 3-cü cild xüsusi elmi əhəmiyyətə malikdir və əsasən əsrin müqaviləsi ilə bağlı rəsmi sənədləri, hüquqi mətnləri və normativ aktları ehtiva edir. Bu cild tədqiqatçılar üçün birincili mənbə funksiyasını daşıyır və yeni enerji, o cümlədən neft strategiyasının hüquqi institusional çərçivəsini obyektiv şəkildə öyrənməyə imkan verir. Əsər metodoloji baxımdan da zəngindir. Tarixi analiz, müqayisəli siyasət araşdırması və iqtisadi modelləşdirmə yanaşmaları birgə tətbiq olunmaqla əsər yalnız enerji siyasətinə dair deyil, həm də multidisiplinar elmi araşdırma nümunəsi kimi qiymətləndirilir. Beləliklə, neft və davamlı inkişaf, Azərbaycanın enerji strategiyası əsəri həm elmi yenilik, həm metodoloji dərinlik, həm də praktiki əhəmiyyət baxımından Azərbaycan enerji strategiyası sahəsində fundamental tədqiqat hesab olunur. Bu səbəbdən əsər enerji siyasəti, davamlı inkişaf və dövlət idarəçiliyi sahəsində tədqiqatçılar üçün əvəzolunmaz akademik mənbədir.